Mən Məmmədov Əmrah Zahiroğlu, özüm Masallı rayon İstansiya Təklə kəndində yaşayıram. Avtoqəza keçirdiyim yolda. Həmən vaxtı çox pis idim. Çox ağır xəsarət almışdım. Sümük qırılmışdı hamısı. Oradan mənə tibbi yardım gələrək Mərkəzi Cəlilabad xəstəxanasına apardılar. Orada mənə müayinə keçirdilər, pistəriyyətlər qoydular. Təmiz ağır müştərək travma, sağ buç sümüyünün və hər iki baldır sümüklərinin çox qəlpəli, yerdəyişən sınığı, döş qəfəsinin küt travması, ağciyər əzilməsi, sağ 7-8-ci qabırğaların qapalı yerdəyişən sınığı, hematoraks, travmatik hemorragik şok 3-cü dərəcə diaqnozu ilə 20-si 10-cu ay 2025-ci il saat 18:10 tarixində monitorinq layihəsi çərçivəsində Cəlilabad rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Sumqayıt Tibb Mərkəzi Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə qəbul olunmuşdur. Xəstəyə ilkin yardım Cəlilabad rayon Mərkəzi Xəstəxanasına göstərilmişdir. Reanimasiya şöbəsində xəstə bizim klinikanın bütün həkimləri tərəfindən baxılmışdır. Cərrahımız Namiq doktor, travmatoloq Mirzəyev Arif, Əliyev Bəxtiyar, Yusuf Vaqil tərəfindən baxılmışdır və xəstəyə ilkin yardımlar reanimasiya şöbəsində göstərilmişdir. 27-si 10-cu ay 2025-ci il tarixində xəstə travmatologiya şöbəsinə köçürülmüşdür və 31-i 10-cu ay 2025-ci il tarixdə cərrahi əməliyyat icra olunmuşdur. Sağ buç sümüyünün metal lifəfiklərlə osteosintezi, sağ baldır sümüklərinin özəl aparatıyla metal osteosintezi və sol baldır sümüklərinin metal lifəfiklərlə osteosintezi cərrahi əməliyyatı icra olunmuşdur. Başda Adil şöbə müdürümüz Adil doktor olmaqla Namiq doktor mənə çoxlu köməklik göstərdi. Çox əziyyət çəkirdim nəfəs almağımdan. Mirzəyev Arif öz doktorum gəldi, əməliyyat edərək məni bu əziyyətdən qurtardı. Bugünkü gündəki burada çox razıyam ki, ağrısız, acısız qalıram. İynəm, dərmanımı vururlar, hər şeylə təmin edirlər. Hamısından da çox razıyam. Hal-hazırda xəstəmizin vəziyyəti stabildir. Müvafiq təyinat üzrə müalicəsi davam etdirilir.